Day mən boğuluram, bezmişəm. İntihardan başqa mənim çarəm yoxdur. Mənim çarəm qalmayıb day. Mənim evimi, səsimi eşitsin mənim prezidentim. Vətənimdə azad, mən bu vətənimdə haqqımı bərpa eləsin. Mən haqq istəyirəm, ədalət istəyirəm. Davşə boğuluram. Həqiqi boğuluram ki, da xahiş edirəm mənim evimi alıb özümə versinlər. Kanal 10 televiziyası olaraq kanalımıza müraciət edən Cəlilabad sakini İmanova Rəna Qurban qızı bildirdi ki, Abşeron rayon Xırdalan şəhər ərazisindən Nahid adlı şəxsdən 27.000 ABŞ dolları ilə aldığı evi dələduzlar ələ keçiriblər. Salam hörmətli izləyicilər. Cənab Prezidentimizin ictimai nəzarətini müstəqil həyata keçirən Kanal 10 internet televiziyasının rəhbəri Hidayət Ağayevdir. Hörmətli izləyicilər, evi əlindən alınmış Cəlilabad rayon sakinlərinin şikayəti əsasında gəlmişik. Xanım, özünü təqdim elə. İmanova Rəna Qurban qızı. Nədir şikayətin xanım? Şikayətim 2024-də mən evimə getdim Abşeron rayonunda. Xırdalanda evim var. 2013'də almışam o evi mən. Elə bir ki qaldım da biraz orada. Qalandan sonra qızım da yanımdaydı, işləyirdi orada. Elə bir ki səhhətimlə bağlı mən gəldim rayona. İldə də bir dəfə gedib dəyirdim. Sonra korona oldu. Koronadan sonra buraxmadılar. Ondan sonra yenə getdim. Səhhətim yaxşılaşandan sonra getdim, gəldim. İldə bir dəfə gedib dəyib təmizləyirdim evi. Qızıma da cehiz almışdım. Hardasa bir 30 minə yaxın. Hamısı da pakovkada. Hər bir şeyim var idi. 2024'də getdim evə, gördüm qıfıla saldım, açılmadı. Açılmadı qıfıl. Ücə həyəcanlanıram. Açılmadı. Sonrasının qapını bəs şeydi, gördüm səs gəlir həyətdən. Qapını döydüm, uşaq səsi gəlirdi. Uşaq açdı qapını. Dedim, burada nə gəzirsən? Dedi ki, dedi, biz burada qalırıq. Ondan sonra dedim ki, bəs kim qalır? Çağır da. Mamasını çağırdı. Mamasını çağırdı, gördüm bir xanım çıxdı. Dedim, ay xanım, bu mənim evimdir də, burada nə gəzirsən? Dedi ki, yox, bura mənim evimdir, belə filan. Deyəndən sonra mən 102-yə zəng vurdum. Zəng vurdum 102-yə, ondan sonra polislər gəldi. Polislər gəldi, oradan da getdim, yenə də polisə ərzə verdim oradan, özüm getdim, polis apardı bizi, ərzə verdik. Ondan sonra o polisdən çıxandan sonra prokuraturaya da getdim orada. Prokuraturada da ərzə verdim. Verdim, amma o gündən 2024-dən bir dəfədən polis məni çağırmayıb. İzahatımı almayıb. Özüm getmişəm, durmuşam qapının ağzında, müstantiq, o birisi məni deyirlər, niyə gəlibsən ki, özümüz çağıracaq qaçansa. Da ikinci ildir. Məni nə çağırmırlar, özdəki polisin də mən elə bilirəm əli var orada. Nəyə görə ki, çünki polis mənim işimə baxmır. İndi bu gün məqsədiniz nədir? Bakıya getməkdə ev yiyəsi ilə gedib həmin evin sakininin kim olduğunu bilməkdir. Sakini deyəndə ki, soruşmuşam qadının adını soruşmuşam, Sevincdir. Deyəsən, Savalanova'dır deyəsən, Sevincdir. Hə, amma evimdən də çıxmırlar. Xanım, müraciətiniz kimədir? Müraciətim mənim prezidentimədir, vitse-prezidentimədir. Mən istəyirəm haqqım bərpa olunsun. Mən istəyirəm ki, mənim haqqımı alıb özümə versinlər. Vilayət Evazovadır, baş prokurorluğadır. Day mən boğuluram, bezmişəm. İntihardan başqa mənim çarəm yoxdur. Mənim çarəm qalmayıb day. Mənim evimi, səsimi eşitsin mənim prezidentim. Mən vətənimdə azad, mən bu vətənimdə haqqımı bərpa eləsin. Mən haqq istəyirəm, ədalət istəyirəm. Davşə boğuluram. Həqiqi boğuluram ki, da xahiş edirəm mənim evimi alıb özümə versinlər. Mən day boğuluram, mən əsəb olmuşam, xəstəlik tapmışam. Nə gecə yata bilirəm, nə gündüz yeyə bilirəm, day boğuluram. İntihardan başqa mənim çarəm yoxdur. Biz evi elə bil usta işləyirdi. Həmin şəxs usta işləyəndə biz ona beh vermişdik. 1500 manata yaxın beh vermişdik ki, evi bizə versin də, ev tikilib qurtarandan sonra. Yəni ev binövrədən tikiləndə siz ona beh də vermişdiniz həmin ustaya. Evdə birinci yaşayan şəxs bizdə olmuşuq. Ev bizim adımıza olub, sonradan bir neçə il sonra başqa şəxslərin adına keçirdilər ki, evi. Ki, yəni bir nəfərin adında o çıxmasın da, bizdən sonra bir nəfər olmasın. Araşdırdıq, 2-3 nəfərin adından çıxdı ev. Ki, bir-birindən satıblar. Makler
familə adı şəxs satıb, familə sevincə satıb, o formada satış gedib onların arasında. Amma qanunsuzdur. Çünki su mamanın adına da hal-hazırda da borc da gəlir mamanın adına. Orada yaşayış əslində bizim olmalıdır, onların deyil. Biz indi Cəlilabad rayonundan çıxış edirik. Gedirik şəhərə, gedirik ev yerinə. Biz gedirik haqqımızı tələb eləməyə. Xahiş edirik bu işə baxanlar tezliklə bizim işimizə baxsınlar. Belə olmaz da bu haqsızlıqlara da son verilsin. Şükür Allah prezidentimiz bu işə qərar verib ki, belə haqsızlığa yol verilməsin. Əminik ki, bizim prezident bunu belə qoymayacaq. Bu da tək qadındır, mənim bacımdır bu. İmanova Elnarə Qurban qızıyam mən də. Bacısıyam. Mən neçə ildir bu girinc qalıb, əsəb xəstəsi tapıb, pis günə qalıb. Tək qadındır, bir dənə balası var. Heç kim bala saxlaya bilmir. Bu bir dənə balanı zülmlə saxlayır. Xahiş edirəm bu işə yaxşı baxılsın. Xanım, gəldiniz evizə. İndi sizə qapı açan yoxdur. Yox, qapı açan yoxdur. Dəfələrlə də gəlirəm, qapı açmırlar. Nə qədər döyürəm, açmırlar. Mən neyim ki, mən müraciət edeyim, bilmirəm. Mən bu evimi qaytarıb versinlər özümə. Qalmışam çöllərdə. Yoldaş prezidentə mən müraciət edirəm. Xahiş edirəm, mənim haqqımı bərpa eləsinlər. Mənim evimi alıb versinlər özümə. Xahiş edirəm artıq dərəcədə. Cənab prezident, mənim evimi, haqqımı alın verin özümə. Mənim gücüm, polisə demişəm baxmır, gücüm da heç nəyə çatmır. Bir tək qadınam, bir qızım var, işdən özüm işləyə bilmirəm, xəstəyəm. Qalmışam, bilmirəm neyniyim. Əlimdən də evim gedib, əsəbdən də danışa bilmirəm. Da nəyim var idi əlimdə, varım yoxmu idi, o da əlimdən oğurlayıb alıblar. Bu banditlikdir, xulqanlıqdır, bilmirəm nədir. İnsanın da daşınmaz əmlakın oğurlaya bilərlər. Bu, harada belə şey var? Sağlıma gəlməzdi ki, daşınmaz əmlakı oğurlayarlar. Gəlirəm polisə, polis baxmır. Dəfələrlə gedirəm, gəlirəm, baxmır. Qalıram küçələrdə, mən bezmişəm, həyatımdan bezmişəm. Belə getsə mən intihar edəcəm. Bezdim mən belə həyatdan. Əlimdə da heç nəyim qalmayır mənim. Ondan bundan pul dilənirəm ki, gəlim, ancaq yol pulu, gəl, get. Bezmişəm da. Mən evimin haqqımı tələb edirəm, evimi istəyirəm, evimi qaytarıb versinlər özümə. Dəfələrlə qapını döyürəm, açmırlar. Kanal 10 televiziyası olaraq qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq.